Dırnısa gedirik. Dırnız kəndinə. Bəd xəbər vermək olmasın deyil, ha? Bəd xəbər deyil, şad xəbərdir. Süper bir dənə ev satılır. Sən bibin evidir. Cəfərin bibisinin evidir. İndi evi göstərəcəyim. Görün necə bir mükəmməl ev. Ləzzətli. Daxil oluruq həyətə. Demək, əziz takipçilər, bu evin qabaq hissəsidir. Mükəmməl şəkildə, çox geniş bir yerdə 10 metrin 15 metri. Bura neçə kvadratdır? Bura 120 kvadratdır. Demək, balkon 26 kvadratdır. 26 kvadrat. Evin bütün sənəti, qubcası, evin pasportu, hər bir şey hazırdır. Balkon 26 kvadratdır. Buranın balkonudur. Belə indi otaqları hər bir yeri göstərəcəyəm. Balkon 26 kvadratdır. Bu evi kim alsa, Dırnız kəndində üstündə də neçə sot torpaq? 7 sotdur. 7 sot torpaq verilir. Hədiyyə kimində? Bonus kimin üstündə. 7 sot Dırnız kəndində ən qəşəng, gözəl bir yerdə 7 sot torpaq veriləcəkdir. Düzdür? Bəli. Və demək, daxil oluruq qonaq otağına. Cəfər, bura 31 kvadratdır da, hə? Ev əşyaları ilə bir yerdə verilir. Təzə təmir olunub, burada yaşayan olmur da, təzə təmirdən çıxmış evdir. Bura qonaq otağı. Bütün əşyaları ilə bir yerdə veriləcək. Ucuz qiymətə. Hələ yataq otağına girməmişdən əlaqə saxlamaq üçün bir şey deyinəm. 55, 55, 497, 497, 76, 76, 02. 02. Cəfər, bura neçə kvadratdır bu yataq? 26 kvadrat. Hə? 26 kvadrat. 26 kvadrat. Bax, burada da gördüğünüz kimin ev əşyaları ilə bir yerdə verilir. Təzə təmir olunub, burada yaşayan olmur. Düzdür Cəfər? Bəli. Bir daha bu sumkalar götürüləcək də şəxsi veşlər. Çox mükəmməl şəkildə, aziz takipçilər. Bu adam yaşamır, köçüb Bakıya, təcili satır, ucuz qiymətə. Əlaqə saxlayın, zəng eləyin. Bütün məlumatları alın. Ucuz qiymətə satılır. Və bu ev eşik 4 sotun içindədir. Bu evin qabağı, bax görürsünüz, belə qəşəng, moşnu şəkildə yığılıb 10 metrin 15'e. Cəfər, neçə kvadratdır bura? 122 kvadrat. Bax, bu plaşatka 122 kvadratdır. Qəşəng. Gedirik indi Quxnu hamam tualeti göstərim sizə. Qəşəng. Gəl bura Cəfər. Gəl aç buranı. Hamam haradır? Buradır. Cəfər, hamamı da göstər. Keçirik hamama. Demək, paltar soyunmaq üçün yer. Də bura, koridoru. Geçirik hamama. Başa kimin, kafel, patologa kimin. Qəşəng, ləzzətdir. Ləzzətdir. Qabaq, keçək. Qapını, keçək Quxnuya. Quxnunu çəkirik. Demək, Quxnuda oturub çörəksət yemək üçün hər bir şey. Quxnunun mebeli, qaz plitası, paltar yüyən maşını, xaladelniki, hər bir şeyi vardır. Belə görsünüz, döşəmə, kafel, daş, patolog, təzə yığılıb, qəşəng hər yer. Deməli, bu evin otaqlarının hündürlüyü, poldan patologa təmizi. Təmiz 2 metr 85 santimdir. 2 metr 85 santim. Işığın vur, geç. Qəşəng, burada belə əl yumaq üçün yer, güzgüsü, beləmçinə, belə qəşəng. Həm oturaq, həm yerdə kənd qaydası. Burada kafel, gözəl belə, qəşəng, ləzzətli. Təmiz, səliqəli. Buranı kim alsa udar. Əziz takipçilər, zəng eləyin, zəng eləyin. Əlaqə saxlayın, çox gözəl bir ev eşikdə, ucuz da verilir. Evin yiyəsi ilə əlaqə saxlayın desin. Qəşəng, buradan da belə bir reşutqalı pəncərə, buradan da belə bir gözəl görüntü. Qəşəng, kəndin səfalı yeridir də bura. Balkonda otursun çay qabağında, qəşəng. Bu ucu bucağı görünməyən məktəb Dırnız
kənd tam orta məktəbidir. Şey, maşallah maşallah. Təmiz, səliqəli. Sağ ol, sen necəsən dostum? Adımı da bilirsən maşallah. Adın nədir? Adil? Kimin oğlusan? Nureddin'in? Ha, Cemalettin oğlusan. Maşallah maşallah. Allah saklasın seni. Qəşəng məktəbimiz var. Burada qəşəng kənd mərkəzidir. O biri girişdən də həkim ambulatoriyası. Toxtamış bir dəqiqə dayan. Qəşəng belə. Gözəl. Burada xidmət mərkəzidir. Qırnız kənd.